Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarından qısaca nəzər salaq. Gəmiçi kəndində türkcə lövhə yenidən dağıldı. Təbrizli təqaüdçülər etiraz eyləmi keçirdilər. İranda hicab qanunu rədd edildi, məcburi qaydalar isə qüvvədə qalır. Tehranda tələbə qız hicaba görə döyüldü. Ukrayna Krımda neft bazasını dronlarla vurdu. İndi isə daha ətraflı. Üskü mahalının Gəmiçi kəndinin girişində türk dilində vurulmuş lövhə naməlum şəxslər tərəfindən artıq bir neçə dəfə sındırılıb. Türkçə Gəmiçi kəndinə xoş gəlmisiniz yazılmış lövhə bir neçə il əvvəl kənd sakinlərinin xahişi ilə yerli idarəetmə orqanı tərəfindən əsas girişə vurulmuş və bundan əvvəl də bir neçə dəfə dağıdılmışdı. Bu düşünülmüş hərəkət Azərbaycan mədəniyyəti və dilinin simvollarına münasibətlə bağlı narahatlığı bir daha artırıb. Kənd sakinləri kənd icra başçısından məhkəmə və hüquq mühafizə orqanlarının araşdırılması ilə bu dağıntıların səbəbkarını müəyyənləşdirib təqdim etməyi xahiş ediblər. Gəmiçi kəndi Şərqi Azərbaycanın Üskü şəhristanının İlxıçı mahalının tərkibindədir və Urmu gölünün güneyində Cəzirə kənd dairəsinin ən böyük kəndlərindən biridir. Bir zamanlar sulu və bataqlıq əraziləri ilə zəngin olan Gülüstan əyalətinin ekosistemi çökməyə başlayıb. Bu barədə Təsnim Agentliyi xəbər verir. Xəbərdə bu payız yüz minlərlə köçəri quşun bölgədə görünməməsi ekoloji fəlakətin əlaməti kimi qiymətləndirilib. Ekoloji ekspertlər və yerli rəsmilərin fikrincə, Hirkan ekosisteminin bir parçası olan Gülüstan əyalətinin bataqlıq əraziləri ardıcıl 3 il davam edən quraqlıq, yarıtma su idarəçiliyi və bəndlərin tikintisi fonunda demək olar ki, tamamilə quruyub. Bir vaxtlar yarım milyon quşa ev sahibliyi edən bataqlıq ərazilər indi səssizdə və toz fırtınasının potensial qaynar nöqtələrinə çevrilir deyə ekspertlərdən biri bildirib. Meteoroloji məlumatlar əyalətlərdə yağıntıların orta göstəricilərindən 38% aşağı düşdüyünü, temperaturun isə 1,2 dərəcə Selsiya yüksəldiyini göstərir. Sudan israfçı istifadə və kənd təsərrüfatının düzgün idarə edilməməsi nəticəsində yaranan su böhranı nəticəsində əsas bataqlıq əraziləri Qomişan, Almagöl, Acıgöl və Alagöl yox olmaq ərəfəsindədir. Bu bataqlıq ərazilərin qorunması təkcə biomüxtəlifliyi deyil, həm də insanların dolanışıq vasitələrini təhdid edir. Onların ekoloji dəyəri əkinçilik üçün ayrılan torpaqlardan 200 dəfə böyükdür. Lakin zəif idarəetmə əraziləri bu hala salıb deyə Universitet professoru Məhəmməd Rıza Molla Abbasi bildirib. Mütəxəssislər xəbərdarlıq edir ki, vəziyyət belə davam edərsə, bölgədə yeni toz fırtınaları mənbələri yarana bilər və ölkənin ən məhsuldar bölgələrindən birində ekoloji və iqtisadi gərginlik dərinləşə bilər. Təbriz-Sufyan marşrutu üzərində yerləşən Əmənd kəndinin mühüm bəndlərindən biri olan Əmənd bəndi tamamilə quruyub. Əvvəlki illərdə turizm məkanı və su oyunları məkanı kimi tanınan bu bənd indi cansız çölə çevrilib. Son görüntülər bənd yatağının çatladığını və əvvəllər olan xoş atmosferdən və sərin havadan artıq heç bir iz qalmadığını göstərir. Mütəxəssislər Əmənd bəndinin qurulmasına səbəb olan əsas amilləri yeraltı su ehtiyatlarının həddindən artıq istismarını və yağıntıların azalması hesab edirlər. Bu hadisə Azərbaycanın su ehtiyatı və ekologiyası üçün ciddi həyəcan təbili kimi qiymətləndirilir. Bugün İran Rabitə şirkətinin Təbriz şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz eyləmi keçiriblər. Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb. Onlar ödənilməmiş təqaüd haqlarının ödənilməsini, rifah barədə qanunun tələblərinə əməl olunmasını, sığorta ilə bağlı problemlərinin həllini tələb ediblər. Qeyd edək ki, təqaüdçülər 3 ildən çoxdur ki, eyni tələblərlə eyləm keçirilmələrinə baxmayaraq onların problemləri həll olunmamış qalır. İranda mübahisəli iffət və hicab mədəniyyətinə dəstək qanun layihəsi qəbul edilməyib. Ali Milli Təhlükəsizlik Şurası cəzaların sərtləşdirilməsinin milli təhlükəsizliyə zidd olduğunu bildirib, lakin bu məcburi hicab qaydalarının ləğvi demək deyil. İndiyənə qədər ki, qaydalar qüvvədə qalır.
Məlumata görə İranın Ali Milli Təhlükəsizlik Şurası indiki vəziyyətdə mübahisəli qanun layihəsində nəzərdə tutulan cəzaların tətbiqinin ölkənin milli təhlükəsizliyinə ziyanlı olduğunu bildirib. İran hökumətinin bir çox media orqanları isə bunu məcburi hicab qaydalarının ləğvi kimi qələmə verib. Ancaq burada bugünə kimi hicabla bağlı qaydaların və cəza tədbirlərinin davam edəcəyi bilərəkdən vurğulanmadığı üçün ictimaiyyətdə yanlış təsəvvür yaranıb. Məsələnin mahiyyəti isə bundan ibarətdir ki, məcburi hicab qaydaları ilə bağlı İranda bugünə kimi olan qaydalar tətbiq olunacaq. Sadəcə cəzaların sərtləşdirilməsi ilə bağlı irəli sürülən təkliflər tətbiq olunmayacaq. Xatırladaq ki, həmin qanun layihəsi 2024-cü ilin sentyabr ayında İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiq edilsə də, Məsud Pezeşkiyan komandası qanun layihəsini milli təhlükəsizliyə uyğun olmadığı səbəbindən onun icrasına razılıq verməmişdi. Qeyd edək ki, iffət və hicab mədəniyyətinə dəstək qanunu layihəsinin qəbul edilməməsi ilə eyni vaxtda İctimai Məkanlara Nəzarət İdarəsi Loristan əyalətinin Xurramabad şəhərində daha bir məşhur restoranın məcburi hicab qaydalarının pozulması və musiqi icra olunduğuna görə bağlayıb. İranın Kiş adasında məcburi hicab qaydalarının pozulduğu və kişilərlə qadınlar bir yerdə şənlik mərasimi keçirdiklərinə görə bir neçə nəfər saxlanılıb. Bununla bağlı Kiş adasının prokuroru Əli Səlimizadə açıqlama verib. O, şənlik mərasiminin adada ticarət mərkəzlərindən birində keçirildiyini bildirib. Salimzadə saxlanılanların sayı və kimliyi barədə əlavə məlumat vermədən, onların və məkan sahibinin barəsində cinayət işinin açıldığını deyib. Bugün səhər saatlarında Tehran Qərb Azad Universitetində tələbə qız məcburi hicab qaydalarını pozduğuna görə döyülüb. Bu haqda yerli tələbə hərəkatı fəalları məlumat və video paylaşıb. Məlumata görə universitet nəzarətçiləri tələbə qızın geyiminə, mantosunun qısa olmasına irad bildirib. Ondan bunu təkrar etməyəcəyinə dair yazılı iltizam almaq istəyiblər. Buna etiraz edən tələbə başqalarının gözü qarşısında döyülüb və zorla mühafizə xidmətinin otağına aparıldıqdan sonra onun ictimai asayişi pozduğu iddiası ilə hadisə yerinə çağırılan polis əməkdaşlarına təhvil verilib deyə məlumatda qeyd olunub. İsfahan əyalətinin apellyasiya məhkəməsinin 47-ci bölməsi İslam dininin Bəhai təriqətinə mənsub olan 10 qadın fəal barədə çıxarılan həbs qərarını təsdiq edib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə 5 qadın fəalın hər biri 10 il, digər 5 fəalın biri isə 5 il azadlıqdan məhrum edilib. Onlar Bəhai icmasına üzv olmaq və İslam qanunlarını pozan təlim və təbliğat aparmaqda günahlandırılıblar. Qeyd edək ki, hazırda İranda 300 mindən çox Bəhai yaşasa da, İran Konstitusiyası Bəhai təriqətini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən Bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar. Tehranın Evin həbsxanasının 7-ci bölməsində saxlanan 8 azərbaycanlı milli siyasi məhbus 6 ərəb siyasi fəalın edam edilməsinə etiraz olaraq etiraz eyləmi keçiriblər. Bununla bağlı İnsan Haqları fəalları məlumat yayıb. Məlumata görə 3 saat davam edən etiraz eyləmlərində həbsxana nəzarətçilərinin müdaxiləsindən sonra başa çatıb. Vədud Əsadi, Məhəmməd Rza Fəqihi, Mürtəza Pərvin, Araz Zaman, Mahmud Ocaqlı, Tahir Nəgəvi, Kərəm Mərdanə bu vasitə ilə həm də İran məhkəməsinin ədalətsiz qərarlar verdiyinə diqqət çəkmək istəyiblər. Qeyd edək ki, İran məhkəmə sisteminə bağlı Mizan saytının məlumatına görə oktyabrın 4-də Xuzistan əyalətində 6 ərəb siyasi məhbus edam edilib. Separatçılıq və İsrail əməkdaşlıqda günahlandırılan fəalların harda dəfn olunduğu barədə ailələrinə məlumat verilməyib. Ailələrinin yas mərasimi keçirilməsinin qarşısı alınıb. İran ərəblərinin Harun İnsan Haqları Təşkilatı yaydığı bəyanatda edam edilən mənsublara işgəncə verildiyini və barələrində irəli sürülən ittihamların saxta olduğunu bildirib. Davam edirik. 12 günlük İran-İsrail müharibəsi zamanı İranın bəzi qonşu ölkələri İsrailin pilotsuz təyyarələri, raketləri və mikrodronlarının öz səmalarında uçmasına icazə verib və bu, Tehranın etirazı ilə qarşılanıb. Bunu İranın sərhəd mühafizəsinin komandanı Əhməd Əli Güdərsi deyib. Müharibə zamanı qonşu ölkələrin sərhədçiləri ilə diplomatik əməkdaşlıq yolu ilə öyrəndik ki, 3 mikroavtobusdan ölkəmiz ərazisinə doğru kiçik dronlar buraxılıb. Həmin ölkənin sərhədçiləri tez bir zamanda hərəkətə keçdi. 3 nəfəri öldürdü, bir neçəsini həbs etdi və pilotsuz təyyarələri ələ keçirdi, o bildirib. Qudrəzi İrana qarşı İrana dronların buraxıldığı ölkənin adını çəkmədən qonşulara səslənib. Qonşularımız İsrailin onların torpaqlarımızdan və ya səmasından İran Respublikasına qarşı hərəkətə keçməsinə imkan verməməlidir.
Qeyd edək ki, bundan əvvəl bəzi İranlı siyasətçilər, millət vəkilləri İsrailin Azərbaycan Respublikasının səmasından İrana dronlar buraxıldığı barədə iddialar irəli sürüblər. İran prezidenti Məsud Pezeşkiyan isə bu iddiaların heç birinin sübutu olmadığını və həqiqəti əks etdirmədiyini bildirib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə danışığında bu məsələni müzakirə etdiklərini və iddialara dair heç bir faktın olmadığını söyləyib. Dünya gündəmi ilə davam edirik. Ukrayna Silahlı Qüvvələri Krımın Feodesiya şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. PUA hücumundan sonra neft bazasında güclü yanğın baş verib. Məlumata görə hücum Feodasiya neft yükləmə terminalında yanacaq çəninin partlamasına səbəb olub. Feodasiya, Yevropatariya, Simferopol ərazisində Kaça aerodromunun yaxınlığında yerləşən Andreyevka kəndində də partlayışlar baş verib. Bundan əlavə PUA-ların Yevropatiya ilə Uyotoniya kəndləri arasındakı hərbi hissəni vurduğu ilkin məlumatlara görə radarlardan birinin zədələndiyi bildirilir. Sevastopol vilayətində də ondan çox partlayış səsi eşidilib. Növbəti il Ukraynanın raket və dron istehsalı potensialı 35 milyard dollara çatacaq. Bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün X hesabında deyib. Tam miqyaslı işğalın başlamasından sonra Ukraynanın hərbi sənayesinin potensialı 10 qat artıb. Artıq cəbhədə istifadə etdiyimiz silahların 40%-dən çoxunu ya özümüz, ya da tərəfdaşlarımızla birgə istehsal edirik. Bizim tapşırığımız budur ki, ilin sonuna kimi cəbhədə istifadə olunan silahların ən azı 50%-i Ukrayna istehsalı olsun. Bu missiya yerinə yetiriləcək Zelenski vurğulayıb. Ukrayna lideri lazımdan artıq olan silahların ixrac ediləcəyini və beləliklə əldə edilən gəlirin lazım olan silahların alınmasına sərf olunacağını bildirib. Mən artıq hökumətə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının kabinetinə və Prezident Ofisinə ixracat sisteminin əsas komponentlərini işləyib hazırlamaq barədə göstəriş vermişəm. Bu proqramın adı Zbroyadır. Avropa, ABŞ və Yaxın Şərqdə ixracat-idxalat platformalarının yaradılması ilə bağlı razılıqlar əldə olunub. Bu platformaların il sonuna kimi fəaliyyətə keçməsi hədəflənir deyə Ukrayna prezidenti bəyan edib. Qərb Rusiya ilə hərbi qarşıdurma siyasəti aparır. Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə Avropanın eskalasiya yolu ilə getdiyi göz önündədir. Bu, Qərb ölkələrinin Ukraynanın verdiyi yardımların artmasında, ora getdikcə daha çox uzaq mənzilli və öldürücü silahlar göndərməsində özünü göstərir. Bu, həm də NATO-nun təlimlərin sayının artdığı şərq cinahındakı hərbi siyasi vəziyyətdə də özünü göstərir. Bu təlimlər getdikcə daha aqressiv və hücum xarakteri alır. Əgər hərbi fəaliyyətin xarakterindən və həyata keçirilən hərbi planlaşdırmanın xarakterindən danışsaq, bu açıq-aydın Rusiya ilə hərbi qarşıdurma siyasətidir və ümumilikdə Rusiya ilə hərbi toqquşmaya hazırlıqdır deyə Rusiyalı nazir müavini vurğulayıb. Hindistanın Rəcəstan əyalətindəki Məhədjan poligonunda Rusiya-Hindistan Indra 2025 birgə təlimləri başlayıb. Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə oktyabrın 15-nədək davam edəcək Indra 2025 birgə Rusiya-Hindistan təlimləri iki ölkənin bölmələrinin beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı əlaqələrinin təkmilləşdirilməsinə, o cümlədən antiterror əməliyyatlarının taktikasının inkişafına həsr olunub. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.